Aprelin 18-də Bakı şəhərində yerləşən Kübar Şadlıq Sarayı tarixi bir günə şahidlik etdi. Qəlbi vətən niskili və yurd etkisi ilə döyünən, lakin birliyi ilə gələcəyə ümidlə baxan Çivinli kəndinin ölkənin müxtəlif bölgələrində, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmış nümayəndələri bir araya gəldilər. Tədbirin təşkilatçısı Çivinli kənd icmasının sədri, hüquq elmlər doktoru Professor Məhəmməd İmanlı görüşü açıq elan edərək iştirakçıları müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırdı. Azərbaycan Respublikasının dövlət himninin əzəmətli sədaları altında başlayan tədbir iştirakçılarda yüksək milli ruh yüksəkliyi yaratdı. Tədbirin aparıcısı, tanınmış şair İmran Güllübulaqlı görüşün məqsədi və icma bağlarının qorunmasının vacibliyi haqqında geniş məlumat verdi. Qərbi Azərbaycan icmasının şöbə müdiri Faiq Kərimov çıxış edərək bu cür tədbirlərin kənd icmaları arasında əlaqələrin genişlənməsindəki rolunu vurğuladı. O qeyd etdi ki, icma üzvlərinin birliyi Qərbi Azərbaycana qayıdış ideyalarının gənc nəslə ötürülməsi və milli birliyimizin sarsılmazlığı üçün mühüm platformadır. Məclisə onlayn qaydada qatılan Amasya rayon icmasının sədri, akademik əməkdar elm xadimi Abel Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin böyük mənəvi əhəmiyyətini qeyd etdi. Akademik dövlət başçısı cənab İlham Əliyevin Qərbi Azərbaycan icmasına göstərdiyi diqqət və qayğıdan, eləcə də qayıdış konsepsiyasının yaratdığı tarixi imkanlardan bəhs etdi. Abel müəllimin kənd sakinlərini bu mühüm ideya ətrafında sıx birləşməyə səsləyərək onlara xoş istirahətlər arzuladı. Tədbirdə çıxış edən kənd sakinləri illərlə görmədikləri qohum və qonşuları ilə ünsiyyət qurmaqdan duyduqları sevinci bölüşdülər. Süfrə arxasında Çivinli kəndi ilə bağlı şirin xatirələr yada salındı, yaddaşlardan silinməyən hadisələr danışıldı. Məclis Ağbaba ellərinə məxsus qədim mahnıların sədaları ilə davam etdi. Olduqca maraqlı və yadda qalan keçən tədbirin sonunda icma üzvləri tərəfindən yekdil qərar qəbul olundu. Bu cür görüşlər təkcə bayramlarda deyil, mütəmadi olaraq təşkil edilməli, kəndin gənc nəsli bir-birini daha yaxından tanımalıdır. Amasya.az media qrupu tədbirdən geniş reportaj hazırladı. Tədbirin sonunda icma üzvlərinin birlik və bərabərliyin rəmzi olan məşhur Ağbaba yallısı ifa edildi.